Kanala abunə olub videolardan yararlanıb dostlarınızla paylaşmağı unutmayın. OTK imtahanına salmış növbəti suala baxırıq. 0,5-dən böyük olsun, məxrəci 16 olsun və ixtisar olunmayan kəsirlərin cəmini bizdən istəyirlər. Bu 0,5-i belə yazaq. 10-da 5. 10-da 5-i də ixtisar aparaq. Nə qalacaq burada? 2-də 1. 2-də 1-i məxrəci 16 olan kəsir formasında yazmaq üçün 8-ə vurmalıyam. Həm surəti, həm məxrəci 8-ə vurmalıyam. Aha, indi 16-da 8-dən böyük olan kəsirlərə baxmalıyam. Hansıdır həmin kəsirlər? Bir-bir yazaq. 16-da 9, 16-da 10, 16-da 11, 16-da 12, 16-da 13, 16-da 14 və 16-da 15. Bunların içərisindən ixtisar olunmayanları seçirəm. Yəni, surət və məxrəci qarşılıqlı sadə olsun. Baxın, bu və bu. Bunları topla. Yəni, bunları toplamamızı bizdən istəyirlər. Toplayanda da belə yazacaq da. Məxrəc qalacaq elə 16. Sadəcə surətləri toplamaq yəni, kifayətdir. Bunu da toplasaq, olur 48 bölü 16. Düzgün cavab 3 olacaq.